Azərbaycan-Braziliya Jiu-Jitsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin filial və klublar arası açıq çempionatı təşkil olunub. Yarışdan əvvəl turnirin açılış mərasimi keçirilib. Çempionatın rəsmi açılış mərasimində çıxış edən İctimai Birliyin prezidenti Aqil Acalov iştirakçıları salamlayaraq idmanın insanların fiziki və psixoloji sağlamlığında rolunun əhəmiyyəti, idmanın kütləviliyinin artırılması, idman növünün daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Digər çıxış edənlər də ölkəmizdə bu idman növünə olan marağın artdığını qeyd edərək idmançılara yüksək nailiyyətlər arzulayıb, fəaliyyət planları və inkişaf perspektivləri haqqında danışıblar. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Azərbaycan dövlət himni səsləndirilib və yarışlara start verilib. Turnirdə uşaq, yeniyetmə, gənc, böyük və veteran idmançılar Braziliya Jiu-Jitsu idman növünün G və No-G versiyaları üzrə öz qüvvələrini sınayıblar. Deməli, bu bizim təşkilatçılığımızla ilin sonunda yekun yarışımızdır. Məqsədimiz əsas idmançılarımızda təcrübə toplamaqlarıdır və gələcəkdə gələn il baş tutacaq digər beynəlxalq turnirlərdə iştirak eləməkdir və bu günlərdə 200-ə yaxın idmançı iştirak eləyir. Yarışın nəticələrinə görə ümumi komanda hesabında Suraxanı Jiu-Jitsu komandası 1-ci, Braziliya Jiu-Jitsu Team 2-ci, Ekber Hacıyev Braziliya Jiu-Jitsu Team komandası isə 3-cü yerdə qərarlaşıblar.